1828-ci ildə Rus qoşunları Təbrizdə olduğu halda bütün Azərbaycan vilayəti niyə Rusiyaya birləşdirilmədi? Bu sual tariximizin ən dramatik məqamlarından birinə aydınlıq gətirir. Araşdırmacı jurnalist Müsəllim Həsənov yazır ki, General Paskeviçin başçılıq etdiyi Rus qoşunları 1827-ci ilin oktyabrında Təbrizi tuturlar. Bu hadisə Rusiya-İran müharibəsinin gedişində həlledici dönüş nöqtəsi olur. Artıq bütün Azərbaycan vilayətinin Rusiyaya birləşdirilməsi üçün real imkan yaranır. General Paskeviç Təbrizin tutulması haqqında Rusiya imperatoruna göndərdiyi raportda hətta bu vilayətin Rusiyaya hansı statusla birləşdirilməsi məsələsini də aydınlıq gətirmək istəyir. Yəni, məsələ artıq təkcə hərbi qələbə deyil, siyasi qərar mərhələsinə keçmişdi. Lakin gözlənilən baş vermir. Azərbaycanın bütövlükdə Rusiyaya birləşdirilməsi həyata keçirilmir. Niyə? Fətəli Şah əvvəlcə rusların tələb etdiyi təzminatı ödəməkdən imtina edir. Lakin sonradan mövqeyini dəyişir. Digər tərəfdən, Rusiya İmperatoru 1. Nikolay məsələyə daha geniş siyasi prizma ilə yanaşır. O, Azərbaycanın bütövlükdə Rusiyaya birləşdirilməsinin beynəlxalq aləmdə ciddi səs-küy yaradacağını hesab edir və bu addıma razılıq vermir. İmperator 1. Nikolay 1827-ci il noyabrın 29-da Paskeviçə göndərdiyi ali təlimatda yazırdı. Bizim qoşunların uzun müddət Azərbaycanda qalması müxtəlif narahatlıqlar yarada bilər. Mən hesab edirəm ki, 40 milyon rubl məbləğində təzminat alan kimi bizim qoşunlar yeni tutduğumuz xanlıqlara, İrəvan və Naxçıvan xanlıqlarına qayıtmalıdır. İmperatorun məntiqi belə idi. Əgər Rus qoşunları Təbrizi və bütün Azərbaycan vilayətini Abbas Mirzəyə qaytarsalar, o zaman İran şahzadəsi həmin ərazilərdən əldə edilən gəlirlərlə Rusiyanın qarşısında götürdüyü təzminat öhdəliyini daha rahat və vaxtında yerinə yetirə bilər. Lakin Nikolay Paskeviçə başqa bir ehtimal üçün də göstəriş verir. Əgər farslılar sülh bağlamağı uzatsalar və verdikləri vədləri yerinə yetirməsələr, onda Rus generalının nəzarəti altında Azərbaycanda bir neçə xanlıq yaradılması mümkün ola bilər. İmperatorun əsas narahatlığı isə başqa idi. Onun fikrincə Azərbaycanın tam şəkildə Rusiyaya birləşdirilməsi Avropanın aparıcı dövlətləri ilə münasibətləri gərginləşdirə bilərdi. Nəticədə Fətəli Şah rusların tələb etdiyi 40 milyon rubl təzminatı ödəyir və Rus qoşunları Təbrizdən çıxarılır. Beləliklə, bütün Azərbaycanın Rusiyaya birləşdirilməsi planı reallaşmır. Lakin bundan sonra daha mühüm bir qərar gündəmə gəlir. Sərhəd xətti hardan keçməli idi? Araz çayı necə sərhədə çevrildi? Azərbaycanda tez-tez verilən suallardan biri də budur. Azərbaycanın Araz çayı vasitəsilə ikiyə bölünməsi ideyası hardan ortaya çıxmışdı? Araşdırmalar göstərir ki, bu ideya Qafqazdan deyil, birbaşa Peterburqdan gəlmişdi. Azərbaycanın Araz çayı vasitəsilə ikiyə bölünməsi barədə göstəriş Rusiya İmperiyasının Xarici İşlər Naziri, Alman əsilli qraf Karl Nesselrod tərəfindən verilmişdi. Azərbaycanın bölünməsi planı hələ Rusiya-İran müharibəsinin gedişi zamanı 1827-ci ilin əvvəllərində Peterburqda hazırlanmışdı. Bu planın mahiyyəti Nesselrodin Qafqaza göndərdiyi 19 aprel 1827-ci il tarixli təliqəsində öz əksini tapır. Xarici İşlər Naziri İranla danışıqlar aparmaq üçün Qafqaza göndərilmiş Aleksandr Obreskova yazırdı ki, Rusiyanın ardıcıl qələbələri İran hökumətinin döyüşləri dayandırmaq xahişi ilə müraciət etməyə məcbur edəcək. Bu isə Rusiyaya sülh və ticarət traktatlarının layihəsini hazırlamaq üçün əlverişli imkan yaradacaq. Nesselrode xüsusi olaraq tələb edirdi ki, yeni sülh müqaviləsində yer adları dəqiq göstərilsin. Çünki bundan əvvəl imzalamış Gülüstan müqaviləsində bəzi ərazilərin qeyri-dəqiq göstərilməsi iki dövlət arasında mübahisələrə səbəb olmuşdu. Xarici İşlər Nazirinin mövqeyi açıq idi. Bundan sonra Araz çayı Rusiya İmperiyası ilə İran arasında təbii sərhəd rolunu oynamalı və imperiyanın cənub sərhədlərində sabitliyi təmin etməli idi. Bu ideya sonradan tarixə düşəcək bir sənədin əsasını təşkil etdi. Türkmən çayın, yəni ayrılığın müqaviləsi. Rusiya İmperiyasının sərhədlərində sakitliyi təmin etməli olan bu müqavilə Türkmənçay sülh müqaviləsi təxminən 10 ay sonra 1828-ci ilin fevralında imzalanır. Məhz həmin müqavilə ilə Araz çayı rəsmi sərhəd xəttinə çevrilir və Araz çayı Azərbaycan tarixində ayrılıq çayı kimi yadda qalır. Bəs Türkmənçay müqaviləsində sonra nələr baş verir? Türkmənçay müqaviləsi imzalandıqdan dərhal sonra başqa bir hadisə baş verir. Ərdəbildə yerləşən Şeyx Səfi kitabxanası talan olunur. Bu hadisə Peterburq Universitetinin professoru Osip Senkovskinin tövsiyəsi əsasında həyata keçirilmişdi. Nəticədə Azərbaycan və region tarixi üçün qiymətli hesab olunan çoxlu sayda əlyazma və kitab Rusiyaya aparılır. Beləliklə 1827 və 1828-ci illərdə baş verən hadisələr təkcə hərbi qələbə və diplomatik müqavilələrlə yekunlaşmır.
Bu proses Azərbaycanın siyasi xəritəsini dəyişdirir. Araz çayını isə iki Azərbaycanın arasında keçən tarix və taleyin sərhədinə çevirir.